Max və Mary mənim izləyəndə ağladığım, çox duyğusal olduğum və indi də danışmaq üçün xatırlayanda duyğulandığım bir animasiyadır. Stop motion tərzində çəkilmiş bir animasiyadır. Filmin mövzusu animasiyanın mövzusu iki bir-birindən fərqli, amma eyni zamanda da bir-birinə bənzəyən, dünyanın tamamilə bir-birlərinə uzaq ölkələrdə olan iki insanın dostluğundan gedir. Mary 8 yaşında bir qızdır, hansı ki ailəsi onunla maraqlanmır, atası onsuz da diqqət göstərmir, işində olur həmişə. Anası isə içki problemləri olan, kleptomaniya xəstəliyi olan, yəni davamlı olaraq getdiyi yerdə hər şeyi oğurlayan bir qadındır. Hansı ki Mary ona bu haqda soruşanda, oğurluğu barədə soruşanda Mary'yə izah edir ki, mən bunu borc alıram. Və bu uşaq özü barədə bir də kompleksləri var. Alnında doğum ləkəsi var. Hansı ki o doğum ləkəsinin onu çox çirkin elədiyini düşünür və məktəbdə də diskriminasiya edilir və təklik yaşayır. Çox böyük sıxıntılar yaşayır. Danışa biləcəyi heç kim olmur. Və Max'ə baxanda, Max New Yorkda yaşayan 44 yaşlı, orta yaşlı bir adamdır. Asperger sindromu var bu adamda. Deməli, Max tamamilə tək yaşayır bu böyük şəhərdə və həm danışa biləcəyi heç kimi yoxdur, həm də sendromundan dolayı sosial fobiyası var. Yəni insanlarla ünsiyyət qura bilmir. Məsələn, hansısa qadının da ondan xoşu gələndə bunun qarşılığında necə davranacağını bilmir. İnsanların empatiya qura bilmir, duyğularını anlaya bilmir. Bu səbəbdən hətta özünə bir dəftər tutur, insanların emosiyaların belə smaylik şəklində çəkərək adlarını yazır və onu da boynunda həmişə sep olaraq boynunda gəzdirir insanların belə deyim hisslərini anlamaq üçün və şokolad hamburgeri yer, belə qəribə zövqlər var. Onsuz da davamlı olaraq da bir də yemək yeyir və kilo problemi də var. Hansı ki ümid edir ki, nə vaxtsa o qarın yağlarından, kilolarından bir dəfəlik nəsə onu xilas eləyəcək. Amma bir tərəfdən də yəni dayanmadan yemək yeyir. Bunların məktublaşması necə başlayır? Çünki Max New Yorkda yaşayır, Mary isə Avstraliyada yaşayır və bir gün anası ilə poçta gedəndə, anası oğurluq eləyəndə təsadüf oğurluğun üstü açılır və oradan qaçmaq istəyəndə Mary təsadüfən əlinə atır, oradakı kağızlardan birisini götürür və qərara gəlir ki, o adresə məktub yazacaq və bir oturuşda yorulana qədər məktub yazır və izah eləyir, özü barədə hər şeyi danışır. Yəni bu təklik duyulan insanlarda və yaxud da ki, diqqət görməyən insanlarda da olur ki, özümüz haqqında danışmaq istəyirik. Və Mary uzun bir məktub yazır, sonda isə maraqlı bir sual ünvanlayır. Deyir ki, yəni mən dünyaya necə gəlmişəm? Və məktubu ünvanlayır Mary'yə. Mary məktubu alır və çox qəribə diqqətlə oxuyur və ona qarşılıq yazır. Yəni daha doğrusu Max məktubu oxuyur və Mary'yə qarşılıq yazır, cavab yazır və beləcə bunların məktublaşması başlayır. Daha sonra isə bunların belə deyərdim, travmaların, daha doğrusu Mary deyərdim ki, Max'in travmalarını tetikləyir. Bu necə olur? İkinci dialoqda məsələn məktəbdən eşidir ki, tutalım seks haqqında eşidir və gəlir Max'dən sual verir ki, seks nədir? Seks haqqında fikir soruşanda Max öz travmalarını xatırlayır. Niyə mən bütün videolarımda dəli olacağım? Bax, cəmaət çox mənasız bir şey danışır, içində heç bir məlumat olmur. Vizual görüntülərlə, şəkillərlə, təkrarlarla danışır, qəşəng alınır. Mən kameranı hələ tuta bilmirəm, pox olsun. Nəysə. Deməli, qarşılığında travmasını tetikləyir, çünki onun təcrübələrini xatırlayır. Max, dediyim kimi, yəni bir məsəl üçün yerdə nümunə göstərir ki, bir qadın ona xoşu gəlir, o isə ona necə davranacağını bilmir və hər dəfə belə stres yaşayanda evin küncündə stola çıxır, əsmə tutur və yaşadığı şeyləri xatırlayır və yaxud da ki, ailəsi ilə bağlı, məsələn, Mary ona sual ünvanlayır ki, məktəbdə onu lağa qoyurlar, bullying eləyirlər, dediyim kimi görünüşü ilə bağlı. O da Max'ə sual verir ki, sən də belə bir şey yaşamısan, yəni heç olubmu ki, səni insanlar lağa qoysunlar? Və bu da demək olar ki, Max'in həyatını az qala alt-üst eləyir.
yaşadığı bütün travmalar ona xatırladır və bundan sonra artıq o xəstəxanaya yatacaq qədər halı pisləşir, uzun müddət xəstəxanada qalır, 9 ay müddətində onun üstünə sakitləşdirici ağır dərmanlar istifadə edirlər və bu ərəfədə də Mary cavab gözləyir Max'dən. Bir hissəsində hətta Mary'nin anası bu məktubları tapır və çox qəzəblənir, məktubu atır. Daha sonra Mary bunun fərqinə varandan sonra qonşusu, hansı ki evdən çıxa bilmir, onun da öz problemləri olur və onun poçt qutusundan istifadə eləyərək gizli şəkildə məktublaşmalarını davam elətdirir. Və Max qayıdandan sonra yenidən bunların məktublaşmaları davam eləyir. Daha sonra Mary ona məsələn xəyallarına danışır ki, İngiltərədə evlənmək istəyir bir adamla, nə bilim 9 dənə uşaq dünyaya gətirmək istəyir və deməli bu dostluqlar belə davam elədiyi müddətcə Mary böyüyür, gənc qız olur, Max isə kilo alır və bu ərəfədə də Mary gedir, alnındakı o ləkədən əməliyyat eləyir, qurtulur və ailə qurur, evlənir bir adamla. Universitetə girir, çox uğurlu bir qız olur, hansı ki test işini də universitetdəki araşdırmasını da Asperger sendromu, yəni Max'in sendromu üzərindən yazır və kitab yazır daha doğrusu. Çox diqqət görür və çox məşhurlaşır bu kitab səbəbilə. Daha sonra isə o yazdığı kitabı Max'ə poçtla göndərir. Max isə bunu görəndə çox böyük xəyal qırıqlığına uğrayır və bundan sonra yəni küskün olur, cavab vermir. Çünki onun bir növ yəni intimini, ona verdiyi sirləri artıq Mary xəyanət eləyərək hər kəsə paylaşmışdır. Daha sonra isə Mary bundan sonra onun Max'in ondan küsməsindən sonra dərin böhran yaşayır, depressiyaya düşür. Bu ərəfədə artıq onun əri onu tərk edir, deyir ki, sən əvvəlki adam deyilsən, başqa bir qadınla qaçır və Mary qərara gəlir ki, uşağı ilə getsin deməli Max'in yanına. Bu ərəfədə Max ona illər sonra cavab verir və onu bağışladığını deyir. Bağışlanması üçün də səbəb gətirir ki, biz qüsursuz deyilik. Yəni sənin səhvlərin var, hamımızın səhvləri var. Mən də qüsursuz olmadığım üçün səni bağışlayıram. Və bundan sonraki səhnələrdə qısa özətini danışıram. Bundan sonra Mary uşağı ilə birlikdə New York'a gəlir. Çox həyəcanlı şəkildə ki, onlar qarşılaşacaqlar. Evə çatanda anlayır ki, onun gəldiyi gün Max ölübdür. Onun otağına baxır. Bir yerdə məsəl üçün deməli Max ona etiraf eləmiş olur ki, mən nə edirəmsə gözlərimi nə qədər də sıxsam ağlaya bilmirəm. Bunun üzərinə Mary götürür onu, öz göz yaşlarını qabda yığır, göz yaşı damcısını göndərir. Hətta illər ərzində Max bu göz yaşı damcılarını da saxlamış olur. Daha sonra isə daha danışanda belə təsirlənirəm. Daha başqa bir şeylə qarşılaşır ki, onun bu illər ərzində yazdığı bütün məktubları, hamısını divara səliqəli şəkildə Max vurmuş olur. Yəni bütün məktublarını saxlayır və öləndə də divarda onun məktublarına baxaraq xoşbəxt şəkildə ölmüş olur. Yəni belə çox duyğusal, iki bir-birinə fərqliliyi olan insanlar tərəfindən, öz doğmaları tərəfindən anlaşılmayan, amma eyni zamanda bu qədər məsafə ilə və fərqlə bir-birlərinə qəlbdən bağlı olan insanın hekayəsidir. Fərqli insanların bir-birlərinə belə bağlılıqları filmlərdə, animasiyalarda çox xoşuma gəlir. Bu filmdə deyərdim ki, stop motion dediyim kimi texnikası ilə çəkilibdir və mənə görə ən yaxşı animasiyalardan birisidir. Çox duyğusaldır həqiqətən. İndi çox yerləri yadımdan çıxmışdı, amma bu animasiyanı da %100 bilirəm ki, izləyib mənə görə sevməyən və yaxud da duyğulanmayan məncə adam ola bilməz. Mütləq ki, bunu izləməyinizi də məsləhət bilərdim.